dediyim kimi, bəzən qadın haqlıdır bu istəyində. Həqiqətən də kişi ilə düşünür ki, evləndim, burada bitdi də, yəni hər şey. Buraxır zamanın öz axarına. Gedir, özü üçün işləyir, sonra çayxanasında, sonra dostları ilə görüşə, hər şeyə vaxt ayırır. Amma soruşsan, ildə bir dəfə həyat yoldaşı ilə bir gəzməyə çıxıbmı, 2 gün, 3 gün bir istirahət eləyibmi və ya hər axşam bir halını soruşubmu həqiqətən də, bir nəsə yanına çayla içməyə, evə gələndə bir şey alıbmı? Kiçik detallarda gizlənir əslində hər şey. Yəni, onun həqiqətən də könlünü almaq üçün beyninin bir yerində həmişə bəzən kişilər nə deyir? Mənim o qədər işim, gücüm var. Başımdan iş aşır, məsuliyyətim o qədər çoxdur. Mən bir də bunu düşünəcəm. Əlbəttə düşünəcəksən. Əgər xoşbəxt olmağı istəyirsənsə, yəni sənin həyatın təkcə işdən və maddi qazancdan ibarət deyil axı. Kişinin bayaq dediyi aramlığı ailədir və bu aramlığın üçün sən sərmayə qoymalısan. Nə baxımdan? Emosional, fiziki zaman ayırmalısan. Hər baxımdan qadına bir nəvaziş, diqqət göstərməlisən ki, əvəzində də bunun qarşılığını istəyəsən. Bu baxımdan kişiləri bu barədə qınaya bilərik.